Salam, hər vaxtınız xeyir olsun. Bu gün evdə olan ərzaqlarla inanılmaz dadlı, gözəl, həm də bol bərəkətli bezeli piroq hazırlayıram. 4 ədəd yumurtanın sarısınağından ayırdıq. Sarısını geniş qaba əlavə edərək üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edib çırpma teli ilə bir qədər qarışdırırıq. Bir qədər vaxt apardığı üçün mən mikserlə davam etdim. Siz eləcə çırpma teli ilə də davam edə bilərsiniz. Dörd-beş dəqiqə çaldıqdan sonra üzərinə 1 stəkan qatıq əlavə edirəm. Əgər qatıq yoxdursa, süddən də istifadə etmək olar. 1 stəkan, yəni 100 ml duru yağ əlavə edib, yenidən 1-2 dəqiqə çaldıq. Belə bir məhlul alındı. 1 stəkan un, 1 paska kabartma və 1 paska vanil əlavə edirəm. Daha 1 stəkan un əlavə etdikdən sonra qarışdırırıq. Daha 1 stəkan un əlavə etdim. Piroqun xəmirində ümumilikdə 3 stəkan undan istifadə edirik. Daha artığına ehtiyac yoxdur. Xəmirin qatılığı bu formada olmalıdır. Tavanı duru yağla yağlayırıq. Xəmiri tavaya əlavə edib hər tərəfə çatacaq şəkildə yayırıq. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda alt-üst rejimdə piroqun bişməsi üçün veririk sobaya. Piroq bişib hazır olsun, biz də bezəni hazırlayaq. Quru təmiz qaba 4 ədəd yumurta anağını əlavə etdim. Üzərinə 1 çimdik duz əlavə etdikdən sonra mikserlə çalırıq. Bezenin yaxşı alınmasını istəyirsinizsə mikserin çubuqları və istifadə etdiyiniz qab mütləq quru olmalıdır. Bezeni bir qədər çaldıqdan sonra üzərinə yarım stəkan şəkər tozu əlavə edirəm. Bez artıq hazırdır. Piroq bişdikdən sonra üzərinə cem əlavə edirəm. Mən 3 xörək qaşığı cemdən istifadə etdim. Hər hansı bir meyvənin cemindən istifadə edə bilərsiniz. Cemi piroqun hər tərəfinə çatacaq şəkildə yaydıqdan sonra üzərinə hazırlamış olduğumuz bezəni əlavə edib onu da eyni qayda ilə yayırıq. Üzerini hamarladıqdan sonra qaşığın arxa hissəsi ilə belə bir forma veririk. Sobanın dərəcəsini bir qədər azaltdıqdan sonra yenidən veririk sobaya. Nəzarətsiz qoymuruq, bezə çox tez qızarır. Bunun üçün də tez-tez nəzarət etdik. Artıq piroq hazırdır. Tam soyduqdan sonra dilimləyib nuş edə bilərsiniz. Evdə olan ərzaqlardan istifadə edərək, çərəyağından istifadə etmədən hər birimizin büdcəsinə uyğun olan bezeli piroq tam soyduqdan sonra dilimləyirəm. İnanın dadını uşaqdan böyüyə hər kəs çox sevdi. Siz də könül rahatlığı ilə hazırlaya bilərsiniz. Belə asan, gözəl reseptlərdən anında xəbərdar olmaq istəyirsinizsə kanala abunə olub, videonu bəyənib, şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Gördüyünüz kimi çox yumşaq, gözəl bir piroqdur. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.